Səbəblərin 16-cı əsr ilə bağlı digər videomuz yarımçıq qalmışdı. İndi onun ardını çəkək. Deməli, orada danışırdıq Amasya müqaviləsindən. Amasya müqaviləsi 1555-də Səfəvilərin birinci, yəni Səfəvi Osmanlı müharibəsinin birinci mərhələsini başa çatdırır Amasya sülhü. Amasya sülhünün şərtlərinə əsasən Şərqi Gürcüstan və bütün Azərbaycan qaldı Səfəvilərə, Qərbi Gürcüstan və Bağdad da daxil olmaqla Ərəb İraqı qaldı Osmanlılara, hansı ki onlar 1534-də həmin ərazini tutmuşdular. Bu belə oldu Amasya sülhü. Amasya sülhündən sonra 1555-də Təbriz yaxşı müdafiə olunmadığına görə, yəni 4 yürüşü 4-ündə də tutulub. Təbriz yaxşı müdafiə olunmadığına görə paytaxtı Təbrizdən köçürtdülər hara? Qəzvinə. Daha sonra isə deməli paytaxtı Qəzvinə köçürdəndən sonra da deməli Təhmasibin dövründə 2 dənə məsələ qaldı. Onu qeyd eləmədik. 1551-də o bayaq biz dedik ki, Şirvanşahları 1538-də tutdular. Şirvanşahlara son qoydular. 1551-də də Şəki hakimliyinə son qoyacaqlar və bununla da artıq 1551-dən sonra Səfəvilər olacaq vahid dövlət. Vahid və mərkəzləşdirilmiş dövlət. Yəni zaten İsmailin dövründən etibarən mərkəzləşdirilmiş idi. Təhmasibin dövründə də son qoydular bu dövlətlərə. Ondan da vahid şəkildə birləşmiş oldu və oldu vahid mərkəzləşdirilmiş dövlət. Belə bir də 1565-də Uzun Həsənin eləmək istəyib, eləyə bilmədiyi tamğa vergisini ləğv eləyir. Hansı ki, tamğa vergisi Monqolların dövründən etibarən sənətkarlardan alınan vergi idi. Ticarətin inkişafını zəiflədirdi. Ona görə də Uzun Həsən ləğv eləmək istəyir, eləyə bilmir. Amma sonradan Təhmasib 1565-də həmin bu tamğa vergisini ləğv eləyəcək. Bu belə oldu Təhmasibin dövrü. Təhmasibdən sonra nələr oldu? Bayaqki məsələdə biz demişdik ki, hansı ki bu Süleymanın 3-cü yürüşündən sonra İsmail Mirzənin başçılığı ilə Səfəvi qoşunları Osmanlılara tərəf irəlilədilər. Ərzuruma qədər ərazilər tutdular. Həmin o İsmail Mirzə Təhmasibin böyük oğludur və Təhmasibin ölümündən sonra 2-ci İsmail adı ilə hakimiyyətə gəlir. Amma bu Təhmasibin dövründən etibarən 20 il həbsdə qalmışdı. 20 il həbsdə qalmışdı deyə həbsdən çıxandan sonra da hakimiyyətə gələndə kütləvi cəza tədbirləri həyata keçirir. Eyni zamanda Sünni-Şiə məsələsinə də son qoymaq istəyirdi. Və bundan sonra, yəni bütün bu tədbirlərinə görə bu çox hakimiyyətdə qalmadı. 77-də, yəni bir ildən sonra bunu sui-qəsd nəticəsində hakimiyyətdən saldılar. Bu hakimiyyətdən gedəndən sonra yerinə gəldi Məhəmməd Xudabəndə. Məhəmməd Xudabəndənin dövründə nələr oldu? Məhəmməd Xudabəndə 1578 və 87-ci illərdə olub hakimiyyətdə. Bunun dövründə, yəni bu hakimiyyətə gələndə Fars bir qızla ailə həyatı qurur, yəni Məhdülya ilə. Və Məhdülya bunun dövründə vəkil vəzifəsindədir. Vəkil də ki, Səfəvilərdə, yəni şahdan sonra ikinci şəxsdir, şahın müavini sayılır. Və bu vəkil vəzifəsinə gələndə, yəni Məhdülya daha çox hakimiyyətə, yəni idarəçiliyə Farsları gətirir, tacikləri gətirir. Qızılbaşlar qalır kənarda. Qızılbaşlar kənarda qaldığına görə də narazılıq eləyirlər təbii ki. Və bu narazılıqdan istifadə eləyir. Yəni həmin dövrdə Qızılbaşlar mərkəzi hakimiyyəti zəiflədirlər və bundan istifadə edən Osmanlı Sultanı 3-cü Murad deməli Səfəvilərlə başlayır növbəti müharibəyə. Bundan da ikinci mərhələ başlayır. Səfəvi-Osmanlı müharibələrində ikinci mərhələ 1578-dən 1590-a qədər. Bu mərhələdə nələr olur? İndi buranı bir dənə silim. Rahat şəkildə yazaq. Yəni ikinci mərhələdə olan bütün hadisələr. Deməli, ikinci mərhələ oldu 1578-dən 1590-a qədər. Bu mərhələdə nələr oldu? Səfəvilərlə Osmanlılar arasında 4 dənə döyüş olub. Deməli, 1578-də Çıldır döyüşü. Yenə 1578-də Molla Həsənli döyüşü Ağsu yaxınlığında. Sonra 1583-də Niyazabad döyüşü. Və 1585-də Sufyan döyüşü. Bu hissələrin hamısını bayaqdan izah eləmişəm və bir də baxdım gördüm ki, izah dayanıb.
Yəni ta Abbasın islahatları da daxil olmaqla hamısını izah eləmişdim. Nəysə, yenidən izah eləyək, eybi yoxdur. 1578-də Çıldır döyüşü oldu. Çıldır döyüşündə məğlub oldular kimlər? Səfəvilər. Səfəvilər məğlub oldu və Səfəvlərin məğlubiyyətinin səbəbi qızılbaşların arasındakı çəkişmələrdir, birliyin olmamasıdır. Zaten 3-cü Murad ilə bundan istifadə eləmişdi. Bir də Osmanlı qoşunlarının qüvvələr nisbəti baxımından yəni sayca Səfəvlərdən üstün olması idi. Amma ikinci döyüşdə 1578 Molla Həsən döyüşündə Səfəvlər qalib gəldi. Yəni qızılbaşlar kimə qalib gəldilər? Krım xanı Adil Cəraya. Krım xanı Adil Cəray da, yəni Krım xanlığı da Osmanlının tərkibindədir, onun müttəfiqidir. Və 15-ci əsrdə Qızıl Ordu dövlətinin parçalanması nəticəsində yaranmışdı. Bilirik ki, Krım xanlığı, Krımdır, Kazandır, Həştarxandır, Sibir xanlığıdır, Noqay ordusıdır. Bunlar o dövrdə yaranmışdı və sonradan Krım xanlığı ilə Osmanlı dövlətinə tabe idi. Belə. Ta ki 1774 Kiçik Qaynarca sülhünə qədər də qalacaq Osmanlının tərkibində. Deməli 1578-də Molla Həsənli döyüşündə bunlar məğlub oldular. Səfəvilər qalib gəldi, Şirvanı azad etdilər. Sonra 1583 Niyazabad döyüşündə yenə qalib gəldilər. Qalib gələndən sonra Osmanlılar digər tərəfdən Şeybaniləri də təhrik eləyir ki, bu yəni təhrik eləyək, bu Səfəvilər dövləti iki cəbhədə müharibə aparmalı olsun, zəifləsin. Bir tərəfdən Şeybanilər, bir tərəfdən Osmanlılar mübarizə aparırlar. Nəysə bundan sonra 1583-dən sonra Şirvanı da itirir Səfəvilər. Ondan sonra 1583-də Çuxursəd vilayətində itirirlər. Osmanlılar Çuxursədi tutur. 1585 Sufyan döyüşündə Səfəvilər məğlub oldular. Məğlub olandan sonra bu Səfəvi ordusunu da Əmir Əl-Ümari vəzifəsində, yəni Səfəvi ordusunun başçısı Həmzə Mirzədir. Həmzə Mirzəyə Osmanlılar təklif edirlər ki, geri çəkilin və biz də nə qədər ki ərazi işğal eləmişik, onların hamısını ələ keçirə bilək. Həmzə Mirzə də təbii ki buna etiraz eləyəcək. Ondan sonra bunlar gedəcək Təbrizi tutacaq. Hətta Təbrizdə məşhur bazar olan Qeysəriyyə bazarını da tutub yandıracaqlar. Bunu yandırandan sonra nə etdilər? Deməli 1578-ci ildə, yox, 1586-cı ildə Həmzə Mirzə sui-qəsd nəticəsində öldürüləcək. Yəni bu Təbrizi yandırandan sonra əslində Həmzə Mirzə müəyyən qədər artıq başa düşür ki, yəni razılığa getməlidir də, nəsə müqavilə imzalanmalıdır. Ondan sonra Həmzə Mirzə təklif edir ki, yəni Təbriz qalsın bizdə, ondan qalan bütün ərazilər qalsın. Amma 1586-da bu Həmzə Mirzənin sui-qəsd nəticəsində öldürülməsi ilə danışıqlar yarımçıq qalır. Və bundan istifadə edən Osmanlılar 1586-89-cu illərdə Azərbaycanın böyük bir hissəsini işğal edirlər. Və onlar Osmanlılar Azərbaycanın böyük bir hissəsini işğal etdiyi yerdə digər tərəfdən Şeybanilər də Xorasanı işğal edirlər. Deməli, digər tərəfdən də Şeybanilər Xorasanı işğal etdilər və belə bir şəraitdə artıq Səfəvilər dövləti zəifləyib, Məhəmməd Xudabəndənin hakimiyyətinin sonlarıdır və 1587-də saray çevrilişi nəticəsində Məhəmməd Xudabəndə getdi hakimiyyətdən. Məhəmməd Xudabəndə gedəndən sonra hakimiyyətə gəldi Şah 1-ci Abbas. Deməli, gəldi hakimiyyətə Şah 1-ci Abbas. Bunun dövründə nələr oldu? Şah 1-ci Abbas 1587-dən 1629-a qədər olub hakimiyyətdə. Şah 1-ci Abbas hakimiyyətə gələndə, yəni dövlətin bir hissəsi, yəni bir tərəfdən Portuqallar işğal ediblər Azərbaycanın, bir tərəfdən Şeybanilər Xorasanı tutub, bir tərəfdən Osmanlılar böyük bir hissəni işğal ediblər. Səfəvilərin əlində balaca bir ərazi qalıb. Amma eyni zamanda həmin dövrdə, yəni təzə müharibədən çıxıb Səfəvilər yenidən müharibəyə də başlamaq olmazdı. Ona görə Şah 1-ci Abbas müəyyən müddət sakitlik yaratmaq üçün Osmanlılarla müqavilə imzalayır. 1590-cı ildə 1-ci İstanbul sülhü imzalanır. Səfəvilərin imzaladığı ən ağır şərtli müqavilə olsa da, bir müddət Səfəvilərin özünə gəlməsinə yardım edir sonradan. 1590-cı ildə 1-ci İstanbul sülhü imzalanır. Bu sülhə görə Səfəvilərin əlində cəmi 6 dənə ərazi qalır. Xalxal, Qaradağ, Zəncan, Ərdəbil, Lənkəran, bir də paytaxt Qəzvin. Bu ərazilər qaldı Səfəvilərin əlində. Qalan bütün ərazilər Şərqi Gürcüstandır, bütün Səfəvi əraziləridir. Bir də Ərəb İraqıdır. Bunlar hamısı qalıb Osmanlının tərkibində.
Ona görə də elə aynağı şərti müqavilə deyirik də, yəni böyük bir hissəsini itirib. Bundan sonra Şah 1-ci Abbas bu müqaviləni imzalayandan sonra başlayır ölkəni daxili cəhətdən gücləndirməyə. Daxili cəhətdən gücləndirmək üçün də nə edir? İslahatlar keçirir. Bunun çünki xarici siyasətinin qarşısında 3 dənə məsələ var. 1. Osmanlıdan həmin əraziləri geri almaq. 2. Portuqaliyadan Hörmüzü geri almaq. 3-cü məsələ isə Şeybanilərdən Xorasanı geri almaqdır. Bu məqsədlərə nail olmaq üçün bu birinci növbədə daxili siyasəti gücləndirməli idi. Ona görə də islahatlar keçirir. Bunun islahatları bölündü 2 yerə. Deməli, bir tərəfdən hərbi islahatdır, bir tərəfdə də inzibati islahatdır. Hərbi islahatına görə nə elədi bu? Deməli, qoşunu böldü 2 yerə. Süvari qoşun, bir də daimi nizami qoşun. Süvari qoşunun tərkibində qızılbaşlardır. Yəni zaten Səfəvi ordusunun əsas hissəsini qızılbaşlar təşkil edirdi. Amma daimi nizami qoşunda deməli var qulamlar, var topçular, bir də var tüfəngçilər. Deməli qulamlar kimlərdir? Qızılbaşlar yəni Səfəvilərin özləridir. Yəni əsas qoşunun əsas hissəsini qızılbaşlar təşkil edir. Qulamlar erkən yaşlarından qeyri-müsəlman əhalidən olublar. Erkən yaşlarından gətirildi Səfəvi sarayına. Burada təlim keçirilirdi. Sonra da Səfəvi ordusunda iştirak edirdilər. Topçular, tüfəngçilər də ki, ordunun qalaların mühasirəsi zamanı istifadə olunurdu. Hərbi islahatda başqa neynədir? Ümumiyyətlə Şah 1-ci Abbas Osmanlı dövlətinə qarşı da digər Avropa dövlətlərindən yardım istəmişdi. Yəni onların diplomatik münasibət yaratmışdı. Ümumiyyətlə Osmanlıya qarşı Avropa dövlətləri ilə diplomatik əlaqə yaradıb həm Şah 1-ci Abbas, həm Şah 1-ci İsmail, həm də Uzun Həsən. Deməli Şah 1-ci Abbas Avropa dövlətləri ilə əlaqəsi sayəsində də ilk dəfə odlu silah gətirdi Azərbaycana. Məsələn, biz Çaldıran döyüşündə nəyə görə dedik ki, məğlub oldu Səfəvilər? Çünki odlu silahı yox idi. Amma Şah 1-ci Abbas odlu silahı gətirdi. Sonra neynədi? Deməli, qızılbaşlara tək başına silah gəzdirmək qadağan olundu və tayfa müxtəlifliyi prinsipindən istifadə olundu. Tayfa müxtəlifliyi prinsipi, yəni irsilik ləğv olundu, tayfa müxtəlifliyi prinsipindən istifadə olundu. Bəs nə idi bu prinsipin mahiyyəti? Ümumiyyətlə, tayfa müxtəlifliyi prinsipindən həm Monqol hökmdarı Çingiz xan istifadə edib, həm Səlcuq hökmdarı 1-ci Məlikşah istifadə edib. Tayfa müxtəlifliyi prinsipi odur ki, deməli, irsilikdə belədir ki, tutaq ki, əmir əl-ümarə vəzifəsində bugün olan bir şəxs öldü, sabah onun yerinə gəldi onun oğlu. Amma ola bilər ki, onun oğlu, yəni onun qədər o vəzifəni icra edə bilmir. Amma yenə də irsilik prinsipi var deyə ondan sonra oğlu və yaxud da qardaşı gəlməlidir hakimiyyətə. Amma Şah 1-ci Abbas həmin o irsilik prinsipini ləğv elədi ki, kimin bacarığı, səriştəsi varsa o gəlsin vəzifəyə. Bu oldu tayfa müxtəlifliyi prinsipi. Bir də dedik ki, qızılbaşlara tək başına silah gəzdirmək qadağan edildi. Hərbi islahatı nəticəsində ordunu gücləndirdi. Sonra keçdi inzibati islahata. İnzibati islahatında birinci məsələ paytaxtı dəyişməkdir. Daha doğrusu 1-ci 1593-də Azərbaycan bəylərbəyliyini yaradır. Vahid Azərbaycan bəylərbəyliyi Zülfüqar bəy Qaramanlının başçılığı ilə mərkəzi Ərdəbil olan Vahid Azərbaycan bəylərbəyliyini yaratdı. Azərbaycan bəylərbəyliyinə həmin bu ərazilər daxil idi. Burada gördüyümüz 6 dənə ərazi daxil idi ona. Yəni Səfəvilərin ərazisi o ərazilərlə məhdudlaşmışdı. Abbasın hakimiyyətinin ilk dövrlərində. Sonra 1593-də deməli bu Azərbaycan bəylərbəyliyini yaradandan sonra 1598-də paytaxtı köçürdü İsfahana. Ümumiyyətlə dedik Səfəvilər dövlətinin 3 dənə paytaxtı oldu. Birincisi 1501-dən 1555-ə qədər Təbriz, 1555-dən 1598-ə qədər Qəzvin, 1598-dən dövlətin süqutuna qədər, yəni 1736-ya qədər olacaq paytaxt İsfahan. İsfahana paytaxtın köçürülməsi ilə İran elementlərinin güclənməsi dövrü başlayır artıq. Yəni bununla da Səfəvidə, Səfəvi sarayında İran elementləri güclənmiş olur, meydana gəlir və güclənir. Və
eyni zamanda bu paytaxtın Qəzvindən köçürülməsi Qəzvinlilərin narazılığına səbəb olur. Ona görə Qəzvinlilərin könlünü almaq üçün, özünə dayaq yaratmaq üçün İsfahanda türklərdən ibarət bir dənə məhəllə saldırır Abbas. Adını da qoyur Abbasabad, yəni öz adına uyğun olaraq. Eyni zamanda da Xorasanda da Şeybanilərin qarşısını almaq üçün Xorasanla sərhədlərdə Əfşar türk tayfalarını yerləşdirir. Yəni əlinə keçən bütün fürsətləri dəyərləndirir hakimiyyətini gücləndirmək üçün. Hətta 16-cı əsrin sonlarında Toqatda bir üsyan baş verir Osmanlılara qarşı. Cəlalilər hərəkatı. Bunu Cəlalilərlə səhv salmayaq. Cəlalilər dövlətdir. O başqa məsələ. Onu keçmişik. Cəlalilər isə hərəkatda Toqatda, yəni Osmanlının şərq vilayətlərində birinci baş verir. Sonra Azərbaycana qədər də yayılır. Birinci başçısı Şeyx Cəlal idi və Şeyx Cəlalın adı ilə Cəlalilər hərəkatı adlanır. İlk bunların çıxışları 1591-də Təbrizdə olub. Yəni Azərbaycanda ilk çıxışları Təbrizdə olub. Çünki həmin ərazilər Təbriz özü də həmin vaxt Osmanlının daxilində, hər tərkibində idi də Osmanlıya qarşı baş verir. 1591-də bu deməli ilk üsyan olur və 1608-də bunlar icazə verirlər ki, yəni Şah Abbas artıq fikirləşir ki, bu Osmanlıya qarşı üsyan baş verib, özü də Azərbaycan ərazilərinə də yayılıb. Deməli biz oranı azad etmək üçün bu hərəkatdan istifadə edə bilərik. Ona görə 1608-də hətta onların Çuxursəd vilayətində gəlib məskunlaşmalarına da icazə verir. Bu belə. Bir də burada qeyd edək 2012-ci ildə Koroğlu abidəsi var. Deməli, bunları etdi. 1599-da da bu Şeybanilərdən Xorasanı geri aldı. Məqsədinin birinə, yəni nail oldu 16-cı əsrdə. 1599-da deməli Şeybanilərdən Xorasanı geri aldı. Bəs Osmanlılar bu tutduqları ərazilərdə nə etmişdilər? Osmanlılar tutduqları ərazilərdə yeni bir idarəçilik yaratmışdılar. Vilayətlərə, paşalıqlara, sancaqlıqlara bölmüşdülər ərazini. Eyni zamanda yeni vergilər təyin etmişdilər. Əhalini siyahıya almışdılar. Hətta müəyyən ərazilərdə, yəni ərazilərin adları ilə bağlı vergi dəftərləri də var idi. Məsələn, Naxçıvan dəftərləri, Gəncə dəftərləri falan yəni var idi. Əhalinin siyahıya alınması baxaq görək nə vaxtdan var. Ümumiyyətlə, əhalinin siyahıya alınması Azərbaycanda Sasanilərin dövründə var. Ərəblərin dövründə var, Əməvilərin dövründə, yəni 725-də. Sonra Osmanlılar bir dəfə burada keçirdilər. Bir dəfə də Osmanlılar keçirəcək 1724 İstanbul sülhündən sonra. Onda da axı Azərbaycanı böləcəklər iki yerə, Rusiya ilə Osmanlı. Hərəsi özünə məxsus idarəçilik yaradacaq. Osmanlı orada da dövləti vilayətlərə, paşalıqlara, sancaqlıqlara böləcək və əhalini siyahıya alacaq. Bu da belə. Bir də Azərbaycanda, yəni Səfəvi hökmdarı Hüseyn, Şah Sultan Hüseyn keçirib. 1699-1702-ci illərdə o da siyahıya alma keçirib. Bu belə. Ümumi tarixdən isə İngiltərədə Hastings döyüşündən sonra hansı ki Wilhelm gəldi hakimiyyətə, həmin o Wilhelm orada da əhalini siyahıya almışdı. Bu belə. Bu oldu Səfəvilərin 16-cı əsri. Yəni bura qədər danışdığımız bütün hissələr, yəni bundan əvvəlki videoda danışdığım hissələr, bir də yəni bu hissədən Səfəvilərdə sizi bir dənə sual düşəcək. Yəni bu hissəni siz mükəmməl mənimsəməklə bir sualı qarant etmiş olursunuz ki, yəni bu sualımız artıq düz gələcək. Ona görə də ümumiyyətlə Səfəvilər dövləti 2-3 hətta bəlkə başqa sualların da içərisində Səfəvilərə istinad edilə bilər. Ona görə yəni Səfəviləri başdan ayağa qəşəng öyrənmək lazımdır. Ta Ərdəbil hakimliyindən tutmuş süquta qədər. İndi 16-cı əsrdə Səfəvilərin idarəçiliyindən danışaq biraz. Ümumiyyətlə Səfəvilər vahid mərkəzləşmiş dövlət idi dedik. Əsas dil türk dilidir. Səfəvilər dövləti teokratik bir dövlətdir. Teokratiya biz Şumerlərdə də görmüşdük. Yəni teokratiya nədir? Dini hakimiyyət deməkdir. Nəyə görə teokratik deyirik? Çünki Səfəvilər elə şiə əhali idilər. Yəni zaten də şiəliyin sayəsində də bunlar hakim, şiəliyi yayaraq bunlar hakimiyyətə gəlmişlər əvvəldən. Yəni dövlət də şiə dövlətidir. Daha çox dini əsaslarla idarə olunur. Dünyəvi deyil, yəni dini dövlətdir. Daha sonra deməli, Səfəvilərə eyni zamanda Qızılbaş dövləti də deyilir. Yəni Səfəvilərin zaten digər Şeyx Heydərdən bəri dedik ki, onlara Qızılbaşlar da deyilir. Ona görə dövlət də Qızılbaş dövləti də adlanır bəzi mənbələrdə.
Bundan əlavə Səfəvilər dövlətinin ərazisi bölünürdü bəylərbəyliklərə. Bəylərbəyliklər bölünürdü mahallara. Mahallar bölünür şəhərlərə. Şəhərlər isə bölünürdü kəndlərə. 4 dənə bəylərbəylik var. Birincisi Qarabağ, mərkəzi Gəncə olmaqla. İkincisi Təbriz, mərkəzi elə Təbriz şəhəridir. Üçüncüsü 1538-ci ildən etibarən Şirvanşahlar dövlətinə son qoyulandan sonra yaranmış Şirvan bəylərbəyliyi, mərkəzi olur Şamaxı şəhəri. Bir də dördüncüsü 17-ci əsrdən etibarən bəylərbəylik yaranır, Çuxursəd bəylərbəyliyi. Həmin bu Çuxursəd bəylərbəyliyin də mərkəzi İrəvan şəhəri idi. Bəylərbəyliklər idarə olunur bəylərbəylər tərəfindən. Həmin o bəylərbəylərə də tabe olan vəzirlər var. Yəni hər bəylərbəyliyin biri var, dövlətin ümumi vəziri, o da var. Biri də var, hər bəylərbəyliyin ayrı-ayrılıqda vəziri. Ümumiyyətlə elə dövlətin vəziri də, bəylərbəyliklərin vəzirləri də hamısı maliyyə işlərinə baxırlar. Deməli, bəylərbəylikləri idarə edir bəylərbəylər, onlara da tabe olan vəzirlər var ki, hansı ki, orada maliyyə işlərinə baxırlar. Bu belə, bəylərbəylər bölünür mahallara. Mahalları idarə edir 16-cı əsrdə naiblər, 17-ci əsrdən etibarən isə qolbəylər. Yəni, artıq biz 17-ci əsrdə naib ifadəsi görmürük. 17-ci əsrdən o tərəfə qolbəylərdir. Şəhərləri idarə edir kələntərlər, kəndləri idarə edir kəndxudalar. Və şəhərlərdə asayişi qoruyan şəxs adlanır darğa. Bir də kiçik sultan və xan vəzifələri də var. Sultan, xan vəzifələri var. Sultan bu bəylərbəyliklərin tərkibində, yəni bir var mahal, şəhər, kənd, bir də var ondan da xırda bəzi inzibati vahidlər var idi. Onları idarə edirdi sultanlar. Xan vəzifəsi isə hərbi bir vəzifə idi. Hansı ki, məsəl üçün 17-ci əsrdən etibarən artıq Səfəvilərdə yəni xan vəzifəsi yaranır. Məsələn, biz 1726-cı ildə ikinci Təhmasib görəcəyik ki, Nadiri xan vəzifəsinə gətirəcək. Belə, yəni xan hərbi bir vəzifədir. İdarəçilikdən digər məsələlərdə danışaq. Dövlətin başında dururdu şah. Yəni, birinci şəxs şahdır. İkinci yerdə dururdu vəkil. Yəni, Ağqoyunlu, Qaraqoyunludan fərqli olaraq burada ikinci yerdə vəkildir. Şah təbii ki, qeyri-məhdud hakimiyyətə malikdir. Vəkil şahın müavinidir, ikinci şəxsdir. Yəni, dini və dünyəvi işlər üzrə şahın müavinidir. Üçüncü şəxs Əmir əl-Ümarədir. Əmir əl-Ümarə. Yəni, qoşun başçısıdır, baş komandandır. Hətta bir müddət Əmir əl-Ümarə vəzifəsinə Şah 1-ci İsmayılın tərbiyəçisi olan Hüseyin Mirzə də rəhbərlik etmişdi. Amma bir müddətdən sonra Hüseyni həmin mərkəzdən uzaqlaşma cəhdlərinə görə cəzalandırırlar. Əmir əl-Ümarə vəzifəsini ondan alırlar. Hətta ona verilən tüyül torpaqları var ki, onları da onun əlindən alırlar. Sonra dördüncü vəzifə isə vəzirdir. Maliyyə işlərinə baxır, mülki işlərə baxır. Deməli, mülki, maliyyə, mədaxil, məxaric məsələlərinə baxır. Mədaxil, məxaric məsələlərinə baxır. Bundan başqa qorçubaşı adlanan bir vəzifə var. Qorçubaşı. Bu da elə bil burada çərik adlanan qoşun hissələri var idi. Çərik qoşunu yazaq. Həmin o çərik adlanan dəstəyə, qoşuna başçılıq edən şəxs adlanırdı qorçubaşı. Əmir əl-Ümarə bütövlükdə Səfəvi qoşununun başçısı idi, baş komandan idi. Amma qorçubaşı xırda çərik qoşunları var idi, onlara rəhbərlik edirdi. Sonra sədr vəzifəsi var idi. Sədr ümumiyyətlə dini idarələrə rəhbərlik edən şəxs idi. Yəni bütöv dini idarələr, vəqf torpaqları, vəqf torpaqlarından gələn gəlirlər məhz bu sədrə məxsus idi. Amma
Şəriət məhkəmələrinə rəhbərlik edən şəxs isə, şəriət məhkəmələrinə rəhbərlik edən şəxs isə adlanırdı qazilər. Belə, bu da oldu Səfəvi dövlətinin 16-cı əsrdə idarəçilik sistemi. Yəni bu mövzunu öyrənirik. Səfəvilərin 16-cı əsrini, 17-ci əsrini, eləcə də 18-ci əsrini bayaq dediyim kimi, yəni Səfəvilərin Ərdəbil hakimliyindən tutmuş sona qədər yaxşı şəkildə öyrənirik. Belə. Bu günlük bu qədər. Gələn dərsimizdə Səfəvilərin 17-ci əsrindən danışacağıq. Hələlik.